Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed və accil fərəcəhum. Allahın izni ilə təqlidin hökmlərinə keçirik. Bundan əvvəlki dərsdə biz təqlid nədir, niyə təqlid eləməliyik haqda danışdıq. İndi keçirik təqlidin hökmlərinə. Demək, məsələlərdən birincisi budur ki, üsul-i-dində insan təqlid eləməməlidir. Üsul-i-din o şeyə deyərlər ki, yəni Allahın varlığı, Allahın ədaləti, peyğəmbərlik, imamət, axirət inancı və s. Yəni, bu inanclar üsul-i-dindir ki, deyirlər. Bunlar insan elmi, yəni əqli, elmi dəlillərlə ona sübut olunmalıdır və o kəs ondan sonra etiqad bəsləməlidir. Lakin furu-i-din məsələləri ki var, namazdır, orucdur, zəkatdır, həcdir məsəl üçün və s. Bu məsələlərdə bizim təqlid eləməyimiz vacib olur. Orada bundan əvvəlki dərsdə qeyd eləmişdik ki, 3 yol var idi. Ya özümüz müctəhid olmalıydıq, yəni alim, ya ikinci yol o idi ki, ehtiyat yolunu seçməliydik. Onu da qeyd eləmişdik ki, necədir? Yəni, bütün müctəhidlərin görüşlərini biz öyrənməliydik ki, ehtiyat olan yolu seçək. Üçüncü yol isə bu idi ki, bir müctəhidə, yəni bir alimə təqlid eləməliydik. Biz indi bu hissəni danışacağıq ki, bir alimə təqlid eləmək, yəni müctəhidin şərtləri nədərdir? Müctəhid həddi buluğa çatmalıdır, həddi buluq yaşına çatmalıdır. Adil, yəni ədalətli olmalıdır. 12 imam şiəsi olmalıdır. Halalzadə olmalıdır. Və s. Bu şəkildə qeyd olunur və diri olmalıdır, ehtiyat vacibi əsasən. Diri ona deyərlər ki, diri biz keçən dəfə danışdıq ki, diri müctəhid yəni nə? Biz qeyd eləyək ki, əgər kəs yaşadığı dövrdə ki, bir müctəhid ki, yaşayırdı, onun yaşadığı dövrdə ona təqlid eləyib və ondan sonra o müctəhid dünyasını dəyişibdir. Həmin o dünyasını dəyişdiyi müctəhidin təqlidində qalmağı icazəlidir. Lakin burada şərtlər var ki, əgər hal-hazırda yaşayan müctəhid ona gəlib çatsa ki, o həmin o dünyasını dəyişdiyi müctəhiddən daha savadlıdır, yəni daha alimdir bu dünyada yaşayan. Gərək həmin dünyada yaşayan müctəhidə təqlid eləsin. Lakin onun üçün yəqindir ki, həmin o dünyasını dəyişdiyi təqlidi vaxtı, o dünyası ki, dəyişdiyi müctəhid yenə də, necə deyim, ələm müctəhiddir. Yəni, fərq eləməz, o kiçik ixtilafi məsələlər yenə fərq eləməz burada. Əsas götürülür ki, o müctəhid ələmdirsə, dünyasını dəyişmiş belə olsa, diri hökmündədir və onun təqlidində qalması vacibdir. Bu şərti də qeyd elədik ki, əgər diri müctəhid ondan daha savadlı olsa, o diri müctəhidə təqlid eləməlidir. Demək, qeyd elədik ki, müctəhid və ələm 3 yol ilə tanınır. Birinci yol odur ki, insanın özü yəqinə çatsın. Bu yəqin necə olur? Yəni, mən elə bir elmi dərəcəyə gedim çatım ki, elm cəhətdən mən müctəhidlə ələmi ayıra bilim. Yəni, onu tanıya bilim. İkinci yol budur ki, 2 dənə adil şəxs və elm əhli olan adil şəxs ki, onlar da müctəhidlə ələm müctəhidi tanıya bilirlər. Yəni, onların deməyi ilə və yaxud da ki, bir nəfər də ola bilər, o bir nəfər ki, onun dediyi söz bizə xatircəmlik yaradır və biz onun dediyi sözə etibar eləyirik, qəbul eləyirik. Arxayın oluruqsa, həmin o bir nəfər kəsin də sözü keçərlidir. Yəni, o kəs ki, bu məsələlərdən anlaşığı var və onun dediyi söz bizdə xatircəmlik yaradır. Üçüncü yol isə budur ki, bir qrup elm əhli, yəni ağılla baxdığımız zaman görürük ki, bir qrup elm əhlidir, o elm əhli ki, yenə qeyd eləyək ki, müctəhidlə ələm müctəhidi tanıyır, seçə bilir. O bir qrup elm əhli əgər bir müctəhidi, yəni ələm olduğunu desə, biz onu qəbul eləyə bilərik. Müctəhidin demək, fətvalarını əldə eləməyin 4 yolu var.
Yəni biz müctəhidin fətvalarına çatmağımız üçün 4 dənə yoldan istifadə edə bilərik. Birinci yol budur ki, həmin o müctəhidin özündən eşidək və yaxud da ki, onun yazısını görək, qəbul edirik. İkinci yol budur ki, müctəhidin risaləsi, yəni müctəhidin risaləsi bizə gəlsin, çatsın. Müctəhidin əgər risaləsini gördük, burada da bir şərt odur ki, həmin o müctəhidin risaləsinin o olduğuna əmin olmalıyıq. Yəni o hökmlərin həmin müctəhidə aid olduğuna əmin olmalıyıqdır, arxain olmalıyıq ki, yəni doğru düzgün olsun. Üçüncüsü budur ki, müctəhidin demək 2 dənə fətvalarını nəql eləyən 2 dənə ədalətli, yəni alim kəs o müctəhidin fətvasını bizə söyləsə, bu da məqbuldur. Dördüncü yolda budur ki, yenə dediyim kimi bir dənə etimadımız olduğu kəs, yəni bu məsələlərdən xəbəri olan kəs müctəhidin fətvasını bizə desə, o da qəbuldur, onu da qəbul edirik. Demək, müctəhidin fətvalarında biz başqa ona, yəni ələm bir, ən savadlısına təqlid eləməliyik. O ələm müctəhid ki, dövrünün bütün məsələlərində digər bütün alimlərdən daha bacarıqlıdır. Yəni biz həmin o ən bacarıqlıya təqlid eləməliyik. Və o təqlid elədiyimiz zaman da onun fətvalarına əməl eləməyimiz bizim boynumuzda vacibdir. Onu qeyd elədik. Ondan sonra qeyd eləyək ki, hansı yerlərdə biz müctəhidin fətvasına əməl edə də bilərik və yaxud da başqa müctəhidə də keçid eləyə bilərik. Ehtiyat vacib məsələsi ki var. Əgər müctəhid desə ki, məsəl üçün, namazın 3-cü rükətində və yaxud 4-cü rükətində olsun, o təsbihat-ı ərbəə ki var, Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbər kəlməsi ki var. Əgər müctəhid desə ki, bu kəlməni ehtiyat vacibə əsasən 3 dəfə deyilməlidir. O zaman biz bəli, onun dediyini əməl edə bilərik, lakin ehtiyat vacib deyibdirsə, biz ondan sonra ələmlik dərəcəsində ən yüksək müctəhidə udul deyirlər, yəni keçid eləyə bilərik ki, yəni o müctəhid məsəl üçün desin ki, bu təsbihat-ı ərbəni demək bir dəfə kifayət eləyir. Əgər yəni bu hökm ki, onda deyilsə, biz öz müctəhidimizdə, yəni öz alimimizdə qalıb 3 həm ehtiyat vacibə əsasən 3 dəfə də deyə bilərik onun namazda və yaxud da dediyim kimi ələmlik dərəcəsində, yəni elm dərəcəsində ondan sonraki dövrünün ən alim kəsinə müraciət eləyə bilərik ki, o, məsəl üçün deyir ki, bir dəfə demək kifayətdir. Onun dediyini əməldə eləyə bilərik. Məhəlli işqal var və məhəlli təəmmül də həmçinin bunlara aiddir. İndi qeyd eləyək ki, məhəlli işqal nədir? Məhəlli işqal budur ki, yəni məsələnin özündə problem var. Yəni həmin bu məsələdə problem var və fətva çıxarılmaqda çətinlik çəkir müctəhid. Qeyd eləyək ki, nədir? Yəni məhəlli işqal, bir misal verək. İnəyin, məsəl üçün, hüceyrəsindən laboratoriyada suni ət hazırlayırlar. Adi ətdən də heç fərq eləməz. Lakin suni ətdir. Bunun digər ətdən fərqi odur ki, həmin o inək, bu ət ki var, o inəkdən, yəni inəyi kəsirik ya biz İslam qaydası ilə kəssək, olacaq inək halal. Əti də olacaq halal da, yəni belə deyim. Amma qeyri-İslami şəkildə kəssək, inəyin əti olacaq haram. Amma qeyd eləyək ki, bu ət sual veririk, nə ondandır, nə bu birisindən. Yəni, nə halaldır, nə haram. Yəni, sual çıxır ki, bu ətin hökmü nədir? Yəni, halaldır, yoxsa haramdır? Buna deyərlər məhəlli işqallı. Yəni, bu suni ət məhəlli işqallı olur. Müctəhid burada ehtiyat yolunu bizə tövsiyə eləyir ki, lakin ümumi hökm gəlmir, hökm çıxarılmır. Amma ola bilər ki, yəni bu məsələdə də biz başqa bir alim müctəhidə təqlid eləyə bilərik ki, yəni keçə bilərik ki, həmin o müctəhid, yəni o alim deyir ki, bu əti yemək məsəl üçün haramdır, bu suni əti yemək haramdır. Əgər o onu desə, biz ona təqlid eləyib o əti yeməyə də bilərik. Amma bizim məsəl üçün alim deyir ki, bu məsələ məhəlli işqallıdır. Bu məsələdə neyləyirik? Udul eləyə bilərik. Qeyd eləyək ki, bundan əvvəl qeyd elədiyimiz kimi biz ümumi, yəni
dövrümüzün alim müctehidlərinin ümumi məsələləri deyirik. Yəni, hər birində olan ümumi məsələlərdir buna, hökmlər. Məhəlli təəmmül dedik. Məhəlli təəmmül o şeyə deyərlər ki, yəni bu məsələnin də öz-özlüyündə hökm çıxarmaq olar, sadəcə araşdırmaq lazımdır. Məhəlli təəmmül ona deyərlər. Məsəl üçün, bir xanımın üzündə şəffaf rəngdə makyaj kremi yayılıbdır. Sual verir ki, mənim indi dəstəmaz almağım düzgündür. Ona həmin dəqiqə, yəni cavab verilmədən əvvəl deyilir ki, araşdırma aparılmalıdır. Əgər dəstəmazın suyu dərinin altına yetişəcəksə, yəni makyaj ona maneçilik olmayacaqsa, bəli, düzgündür. Amma əgər makyaj maneçilik eləyəcək və dəstəmazın suyu dərinin altına yetişməyəcəksə, bu zaman xeyr, dəstəmaz batıl olur. Buna da deyərlər məhəlli təəmmül. Ehtiyat müstəhəb ki var, bu məsələdə isə şəxs ehtiyat müstəhəbi tərk edə bilər. Məsəl üçün, namazdan əvvəl azan və iqaməni vermək müstəhəbdir və onları tərk eləmək ehtiyat müstəhəbdir ki, onlar tərk edilməsin. Yəni, buna deyərlər ki, ehtiyat müstəhəb, yəni tərk eləmək bizim üçün haramlığı yoxdur. Yəni, eləyə də bilərik, eləsək savabdır, eləməsək də bir problemi, yəni haramı yoxdur. Demək, təqlidsiz əməli qeyd eləyək ki, əgər bir kəs indiki dövrünə qədər, məsəl üçün, təqlidsiz namaz qılıb, oruç tutub və s. əməllər eləyibdir, indi sual ünvanlayır ki, mənim əməlim təqlidsizdir, onun hökmü necə olur? Alimlər bu barədə deyirlər ki, əgər sən o dövrdə təqlid eləyən, yəni alimə təqlid eləyən, ələm bir alimə təqlid eləyən kəslə eyni əməli yerinə yetiribsənsə, bəli, sənin əməllərin doğru sayılır. Məsəl üçün, onunla eyni namaz qılmısan, ondan öyrənmirsən, o adam sadəcə təqlid eləyibdir, öyrənib, sən ona baxıb öyrənmirsən. Bu da deyərlər dolayı yolla təqlid. Bunun özü də təqliddir və alimlər deyir ki, əgər bu şəkildə olubdursa, onun namazı düzgündür və yaxud da ki, başqa əməllərdən söhbət gedir, düzgündür. Lakin, qeyd eləyək ki, bu əməllərdə, məsəl üçün, o alimlərlə ixtilaflı, yəni o məsələdə o alimlərin görüşdüyü kimi eləməyibdirsə, gördüyü kimi, o məsələ iki yerə yozulur ki, bu şəxs, yəni üzürlü cahildirsə, üzürlü şəkildə də, yəni bilməyib bu məsələni və araşdırma imkanı olmayıb. Yəni, belə bir şey indiki dövrdə çox az tapılır ki, çünki hər birimizin əlində telefon var, yəni araşdırmaq olur. Yəni, lakin qeyd olunur ki, bu şəxs üzürlü olubdur, yəni bu məsələni heç bir yerdən araşdırıb tapa bilməyibdirsə, bu məsələdə onun qəbul olmağı ola bilər. Amma dediyim kimi, qeyd olunur ki, təqlidsiz əməldə əsas məsələ, nüans budur ki, bizim gördüyümüz əməl alimlərin, yəni bizə öyrətdiyi, yəni bu təqlidlə bizə öyrətdiyi bu hökmlərlə üst-üstə düşsün. Müctehid olmayan kəsin rəy verməsi və fətva çıxartması haramdır və ona təqlid eləyən, yəni bu məsələdə onun dediyi hökmlərlə gedən kəs səhv iş görübdür, onun əməli yəni batildir və həmin o kəs də bu məsələlərdə həmin o kimlər ki əməl eləyibdir, onların məsuliyyətini öz boynunda daşıyır. Sonra, ələm müctehidlər arasında ixtilaf olsa, nə etməliyik? Bir qeyd eləyək ki, əgər biz, məsəl üçün, müctehidlər arasında görürük ki, onların elmləri eyni səviyyədədir, ikisi də ən alimdir və ikisi də müəyyən hökm deyiblər. Biz bunlardan hansını seçməliyik? Əgər biz bilsək, yəqinimiz olsa ki, onların ikisi də dövrünün ən alim müctehididir, onlardan ehtiyat yolunu tutanı seçməliyik. Yəni, hansı ki, ehtiyat deyir, ehtiyat yolunu tutubdur, onu seçməliyik. Yox, əgər ehtiyat yolunu seçə bilmiriksə, yəni, biri deyir, namazı qəsr qılınmalıdır, biri isə deyir, namaz tam qılınmalıdır, məsəl üçün, hökmdə deyilirsə, bu zaman qeyd olunur ki, hər ikisinə əməl eləməliyik. Yəni, həm ona əməl eləyə bilərik, həm də buna, hər ikisinə əməl eləyəcəyik. Bunun özü də ehtiyatdır. Və yaxud da ki, elə ola bilər ki, ehtiyat yolu olmasın.
Məsələn, bir müctehid, ələm müctehid bir məsələni haram deyir, digər isə halal deyir. Yəni, biri vacib deyir, biri isə haram deyir da, belə demək olsa. O zaman nə etməliyik? Yenə qeyd olunduğu kimi, baxmalıyıq, burada ikinci məsələ ki, orada təqvaya. Yəni, hansı, dediyim kimi, təqvalı daha çoxdursa, təqvası daha çoxdursa, biz həmin o müctehidə əməl eləməliyik. Lakin yenə hər ikisinin də təqvası eyni şəkildə olarsa, biz bu iki hökmdən birinə əməl eləməkdə ixtiyar sahibiyik. Yəni, istər bu müctehidə əməl eləyə bilərik, istərsə də o birisi müctehidə. Qeyd edək ki, şəxs ikisi ələm müctehidinin ikisinin də elmləri eyni olduğunu bilirsə, yəni bir məsələlərdə birinə, başqa məsələlərdə o birisinə təqlid eləyə bilər. Qeyd elədik demək, müctehidin hökmünü demək. Əgər bir kəs müctehidin fətvasını desə və sonradan o fətvanın dəyişdirildiyini bilsə, yəni birinci o dediyi şəkildə düz olduğunda desə və sonradan bilsə ki, o fətva dəyişdirilib, onu o dediyi kəsə çatdırması vacib deyil. Amma kəs fətvanı səhv şəkildə ona desə, yəni onu sonradan bilsə ki, səhv demişəm. O zaman gərək bacardığı müddətcə həmin o kəsi düzgün fətvanı ona çatdırsın və onu xəbərdar eyləsin. Şəriət məsələlərini öyrənməyi deyək ki, baxın bu məsələlər ki var, gündəlik qarşımıza çıxan məsələlər bizim öyrənməyimiz vacibdir. Yəni o məsələ ki, ümumiyyətlə biz onu öyrənməsək günaha düşərik, bir vacibi tərk eləyəriksə, o məsələləri öyrənmək bizim boynumuzda vacibatdır. Ondan sonra biz özümüz müctehidin bir fətvasını eşitsək və onun dəyişdirilib, dəyişdirilməməsi haqqında bir ehtimal gəlsə ki, görən bu belə o dəyişdirilibmi indi, ya yox. O zaman bizim o hökmə əməl eləməyimiz düzgündür və axtarış eləməyimiz də boynumuzda vacib deyildir. Ümumi məsələləri bacardığımız qədər çatdırdıq sizə. Müctehidin ədalətli olmasını da deyək ki, adil müctehid, yəni kimə deyərlər? O kəs ki, yəni Allahın haramlarını tərk eləyir və Allahın vacibatlarını yerinə yetirir və bir də ki, o xalqın içində, yəni öz dostlarının, cəmiyyətin, qohumların içində onun haqqında, qonşuların arasında onun haqqında soruşanda deyilsin ki, bəli, bu adam yaxşı adamdır. Yəni, bir insan zahirdə yaxşıdırsa, bu onun ədalətinə dəlalət eləyir. Bugünkü təqlidin hökmləri dərsi idi. Allahdan hər birinizə müvəffəqiyyət və zehn açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.